burada. Bizim balalarımızın qanını qoymayın batıra bu qatillər. Azərbaycanı idarə eləyənlər, ey Türk qardaşlarımız, xalq düşmənləridir. Azərbaycan dövlətinin vətən xainlarıdır. Bütün hər yerə İlham Əliyev bütün qanun verici orqanlara, hər yerə Tərtər faciəsini törədən qatilləri yerləşdirib vəzifə veribdir. Hələ dünən də xain xalq düşməni xanlar Vəliyevin qızısını bilməndə hara vəzifə verirlər. Qardaşlarımız, ey Türk dünyası, bütün Türk dünyasını eləyirəm bu müraciətimi. Mən bilirəm siz bizim səsimizə səs verəsiniz. Bunlar deyəndə ki 100.000 birine verib səni maşın altına qoyduracaq. Bax, Allah qoruyub məni bu gün gəlmişəm. Göydə Allah, yerdə sizə güvənib gəlmişəm. Səsimizə səs verin. Haqq, ədalət istəyirik, heç nə istəmirik. Ədalət dilənçisiyik, ədalətli məhkəmə dilənçisiyik. Haqq, ədalət. Səhifəmə qısıtma səsimizə səs. Yuxarıda yazıb. Ey Türk dünyasının qeyrətli. Bəyənilməlidir ki. Ey Türkiyə. Bəyənilməlidir ki, şey olsun. Hamınızı Azərbaycanın, Bəyənin, səhifəni bəyənin, dəyərli insanlar. Səhifəni bəyənin, səhifə qalxsın. Səsimə səs verin. Bax, görürsünüz burada, balalarımızı burada, özümüzün torpağında. Bizim evlə buranın arasında. İzləyicilər, bəyənin, qorxmayın, bəyənin. Öz telefonunuzun ekranına vursunuz. Hikmət Həsənova vurmursunuz ki. Bir anlıq elə bir hikmətin başına vurursunuz da vurun. Oğulların əli, ayağı bağlı. Ey Türk dünyanın zabitlərinə deyirəm buradan. 22 il xüsusiz xidmət eləmiş. Qafarov Salihi buradan it kimi yedilər, atdılar, öldürdülər o tərtər qatilləri. Polat Həşimov, paşam deyirsiniz, Türk dünyasına müraciət edirəm. Bax, o paşamızı Pəriz Pirməmədov burada işgəncə edilmişlər ki, paşamızı Pəriz Pirməmədov, paşamızın üzrə dursunlar. Polat Həşimov burada işgəncə edilmişlər. Bizim milli qəhrəmanı kino çəkmişsiniz, Türk qardaşlarımız. Həmin Mübariz İbrahimova burada söyüblər. Həmin Hüseynlər büyük vəzifədədirlər. Onun xalası, onu Babək Əliyev işgəncə edilmişlər ki, Mübariz İbrahimov da xaindir, siz də xaindir. Ey millət, bilirsiniz ki, bu oğlanlar hamısı şahiddir, eşitmişsiniz. Siz kimsiniz, Erməniyə güllə atırsınız deyib bizim balalarımızı qırıblar. 2016-cı qıssan bir də tapir ediyorsa döyüşən oğlanları burada qırdılar. Siz kimsiniz, Erməniyə güllə atırsınız? Səsimizə səs verin. Bunu bana ayrıca kəsin, paylaşın Türkiyə. Hər yerə paylaşın, bu Türk qardaşlarımıza sağ olun.